Salam. Ne yok, ne var? И ne var, ne yok. Да. В общем, сегодня какое число? 30 мая уже. Ёкарный бабай. Да ёлки-палки. Завтра 31, послезавтра уже 1 июня. Ala. İyun, kısaca говоря, ala mənim ayımdır. O xəbəri sorumdan. İyun mənim ayımdır. Onu da nəzərdə saxdırım ki, iyunun 15-də mən anadan olmuşam. Bütün ümumi respublika səviyyəsindədir. Həmin o bayramı keçiriləcəklər. Yəni ki, Heydər Əliyev hakimiyyətin gəlməyinin demək 32-ci il dönümünə həsr olunan gündür. Yəni milli qurtuluş günüdür də. Yəni bunu nəzərinizə alın ki, yəni 15 iyun hələ belə sizin üçün data deyil. Onu da nəzərdə saxdırım ki, bundan başqa, bundan əlavə 15 iyunda digər dahilər də adam olurlar. Məsəl üçün, bizim müasir dahilərimizdən biri yoldaş Xi Jinping, Çin Xalq Respublikasının Komünist Partiyasının birinci katibi, yəni prezidenti, rəisi, müdürü, başçısı, necə istəyirsiniz bunu qədəmə verin. Yəni dahi insandır. Yəni bizim reallığımızın, müasir dünyamızın dahi liderlərindən biri. Mən elə liderlərindən biri yox, mən onu elə bir nömrəli lider adlandırardım. Nəysə bunu qoyaq qırağa. 15 iyunda rəhmətli Amalia Pənahova anadan olmuşdu. Yuri Vladimirovich Andropov anadan olmuşdu. Mikhail Laudrop Danyanın Zborna Danya po futbolu da, futbol yığma komandasının kapitan komandası anadan olub. O çoxdan oynamışdı. 80-ci illərin axırına qədər oynamışdı. 91-ci illərin əvvəlində oynamamışdı. Məgər onun qardaşı Brian Laudrup oynayırdı. Amma Mikhail Laudrup'un indi hal-hazırda 61 yaşı var. Yoxdur. İyunun 15-də olacaq 61 yaşı. İyunun 15-də Andropov adını çəkmi yoxsa yox? Andropov da əsəri dağıdanlardan biri olmuşdu. Təməni qoyanlardan biri olmuşdu. Neysə. Ki iyunun 15-də anadan olmuşdu Demis Roussos. Məşhur Yunan ulduzu, Yunan estrada ulduzu Demis Roussos.